Mahir Emrəli yenə yol üstədir. Qonşularımız Xviça Kvaratskhelyanın PSG, Henrik Mkhitaryanın Interlə UEFA Çempionlar Liqasının finalına hazırlaşdığı bu günlərdə bizim futbolun son illərdəki ən məşhur yetirməsi 2-ci Bundesliga klubu Nürnberglə vidalaşır. Bununla bağlı Nürnbergin idman direktoru Alman mediasına açıklamasında Mahirlə münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm sözləri ilə məsələyə nöqtə qoyub. Ötən həftə Kölnlə qarşılaşmada isə Emrəliyə klub tərəfindən üzərində Danke Mahir yazılan xatirə hədiyyəsi verildi. Yəni təşəkkürlər Mahir. Bu Mahir üçün 2021-ci ilin yayında Qarabağdan Legiyaya transferdə nəzərə alınmaqla son 4 ildə 5-ci klub dəyişikliyi olacaq. Alqışlanası statistika deyil. Bəs niyə Mahir Emrəli bir yerdə qərar tuta bilmir? 4 ildə 5-ci klubu dəyişir. Əlbəttə bu dəyişikliklərin hər dəfəsində fərqli motiv və səbəblər olub. Amma hər bir halda futbolçunun xarakteri bu məsələdə əsas rol oynayır. Cəmi 6 ay heyətində olduğu, 15 oyuna 2 qol vurduğu Legiyadan ayrılmağı qalmaqal yadda qalmışdı. Wisla Plotska məğlubiyyəti həzm edə bilməyən qəzəbli azarkeş kütləsi Legiyanın avtobusuna hücum edərək Mahir də daxil bir neçə oyunçuya xəsarət yetirmişdi. Bu məsələdə Mahiri qınayanlar da oldu ki, bəs təzyiqə dözməyib Legiyadan getdi. Dəstək olanlar da dedi ki, bir klub ki oyunçunun həyatını riskə atır, orada qalmasa yaxşıdır. Görünür, Emrəli Varşavada özünü o qədər də rahat hiss etməyib və azarkeşlərin hücumu onun Legiyadan ayrılmasına rəvac verib. O zaman adicə futbolçusunun təhlükəsini təmin edə bilməyən Legiya məsələ pula gəlincə peşəkarlığını göstərmişdi. Emrəli müqaviləsini birtərəfli pozduğu üçün FIFA'nın qadağasına məruz qalmış və yalnız Legiyaya 100.000 avro borcunu ödədikdən sonra Mahirin Dinamo Zagrebdə futbol oynamasına icazə verilmişdi. Hansı tərəfdən baxsaq, Legiya Mahirin karyerasında daha çox mənfi məqamlarla yer alır. Fikrimcə Emrəlinin Polşanı tərk etməsi düzgün qərar idi. Zagrebdə Mahirin transferinə çox ümid bəslənirdi. Dinamo'nun o vaxtki baş məşqçisi Jelko Kopic futbolçumuzun transferi haqqında belə demişdi. Daha çox mövqe və sistemdə oynaya bilən futbolçu axtarırdıq. Bunu Emrəlidə tapdıq. Statın sonu. Amma Kopicin Mahiri kəşf etməyə vaxtı çatmadı. Emrəlinin transferindən cəmi 2 ay sonra o baş məşqçi postundan getdi. Kopici əvəzləyən Ante Çaçinin etimadını isə Mahir Emrəli qazana bilmədi. 7 ay ərzində cəmi bir neçə oyunda forma şansı qazanan hücumçu 2023-cünün yanvarında 5 aylıq Konyaspora icarəyə verildi. Burada 12 oyun keçirən futbolçumuz Adana Demirspor və Beşiktaşa vurduğu qollarla yadda qaldı. Amma bu qollar onu tənqidçi Türkiyə publikasına sevdirmədi. Əksinə SofaScore statistika portalının seçiminə əsasən Mahir Konyasporda mövsümün ən zəif oyuncusu seçildi və yenidən icarədən Zagrebə qayıtdı. Artıq Çaçiç Zagrebdən getmişdi, ona əvəzləyən Igor Biscan da Konyadan qayıdan Mahiri yaxından tanımağa imkan tapmamış istifaya göndərildi. Növbəti baş məşqçi Yakiroviçi biz Qarabağ Dinamo Zagreb duellərindən tanıyırıq. İşini üst səviyyədə bilən məşqçidir. Təəssüf ki, Mahir onun komandasında möhkəmlənə bilmədi. Tez-tez zədələnməsi bəlkə də orqanizmin ağır fiziki yüklənmələrə dözməməsi ilə əlaqədar idi. Avropada isə belə oyunçuların nazı ilə çox oynamırlar. Nürnberg, Dinamo Zagreb kimi Avrokubokların daimi iştirakçısı, ölkəsinin flaqmanı olmasa da 2-ci Bundesligaya gediş Mahir üçün irəli addım idi. Emrəli 2-ci Bundesligada yalnız 5-ci turda debüt etdi. 8-ci turda isə qol hesabını açdı. Ənənəsinə uyğun olaraq yenə mövsümün əvvəlində bir neçə qol vurub publikanın, media, azarkeş və məşqçilərin etimadını qazandı. 3 qol Bundesliga, birini də kubok maçlarında. Məşqçi də kim ola Almaniya millisinin tarixində ən çox qol vuran, həmçinin dünya çempionatları tarixində ən məhsuldar oyunçu Miroslav Klose. Təəssüf ki, belə bir məşqçidən çox şey öyrənməli olduğu halda Mahir daha çox intizamsızlığı ilə Klose'nin dilinə düşdü. Məşhur Alman nəşri Bilddə Mahirin gah komanda yoldaşı Yannick Hoffmann, gah Florian Flicklə dalaşması haqqında xəbərlər çıxdı. Miroslav Klose də ürəyindəkilərə tezliklə media çıxardı. Futbolçunun meydanda topsuz hərəkətlərindən narazı olan Klose, Mahir öz istədiyi zaman topla işləməyi bacarır. Top Emrəli istəyəndə onun yanındadır. Lakin sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsınız sözləri ilə diqqət çəkdi. Bir dəfə də baş məşqçi mediada Emrəliyə eyni sözləri, eyni tapşırığı bir neçə dəfə təkrarlamalı olursan, amma o bildiyini edir sözləri ilə gündəm oldu. Üstəlik hücumda Yunan 23 oyuna 12 qol vuran Stefanos Tsitsimasla rəqabətdə də Mahir geri qalırdı. Belə bir vəziyyətdə toparlamaq lazım idi və Mahir bunu bacardı. Mövsümün sonunda yenə ardıcıl 4 oyunda qol vuran Emrəli artıq klubla danışıqlar masasına ayağını yerə bərk basaraq əyləşdi. Nüfuzlu Kicker və Bild nəşrləri Emrəlinin Nürnbergdə daha yüksək müqavilə şərtləri ilə qalacağını klub rəsmilərinə bildirdiyini yazdı.
Əslində bu normaldır. Mahir 28 yaşının içindədir və yaxşı başa düşür ki, onun futbolçu karyerasının sonuna çox qalmayıb. Avropada isə bəlkə də 1-2 il. Üstəlik o Dinamo Zagrebdən Nürnbergə zədəli gəldiyi üçün daha aşağı maaşa razılaşmalı olmuşdu. İndi isə Mahir formasını bərpa edib və daha yüksək qazanc onun haqqıdır. Sadəcə eyni səviyyədə stabil oynaya bilməməsi yəqin ki, Nürnberg rəsmilərinin qərarına təsir edib və onlar Emreli ilə yolları ayırmağa qərar verib. Son məlumatlara görə Mahir bu dəfə ölkəni yox, şəhəri dəyişəcək. Yəni Almaniyanın 2-ci Bundesliqası ilə yanaşı, hətta əsas Bundesliqanın komandalarından da təklif alıb və yekun qərarı bu günlərdə bilinəcək. Tək olsun, Azərbaycana qayıtmasın. Vaxtilə Kamran Ağayevin, Ramil Şeydayevin etdiyi səhvləri etməsin. Xarakter göstərib Avropada daha da irəli getsin. Yalnız irəli ki, biz də Xiviçeyə, Mixtaryana baxıb kök götürməyək. İlkin Fiyyatoğlu, xüsusi olaraq Sport Info saytı üçün.